Türkiyə və İranda bəzi sosial həssas qrupdan olan şəxslər, məsələn, hərbiçilər, dövlət qulluqçuları və ağır iş şəraitində çalışanlar pensiya kapitalını vaxtından əvvəl tam həcmdə ala bilirlər. Bəs görəsən, bu praktikanın Azərbaycanda tətbiqi mümkündürmü? Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, pensiya kapitalından istifadə imkanı təkcə Türkiyə və İranda deyil, digər ölkələrdə də var. Məsələn, Sinqapurda pensiya kapitallarının istehlak üçün istifadə etmək mümkündür. Amerika Birləşmiş Ştatlarında pensiya kapitalı ilə bağlı minimum qaydalarla, tələblərlə yanaşı həm də orta pensiya kapitalı anlayışı var və orta pensiya kapitalından artıq yığılan vəsaitin Birləşmiş Ştatlarda istifadəsinə icazə verilir. Bəzi ölkələrdə isə pensiya kapitalından hətta krediti qaytarmaq, təsir xərcini haqqını ödəmək üçün də istifadə olunur. Bu baxımdan fərqli ölkələrdə bu istiqamətdə fərqli modellər tətbiq olunur. Vüqar Bayramov deyir ki, Milli Məclisdə büdcə müzakirələri zamanı sözü gedən məsələnin araşdırılması və pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadəsinə imkan yaradılması təklif edilib. Bəzi hallarda vətəndaşın pensiya kapitalı kifayət qədər böyük olur və o həmin pensiya kapitalını istifadə etmək üçün pensiya yaşını gözləmək məcburiyyətində qalır. Çünki qanunvericiliyə əsasən yalnız pensiya yaşı tamam olduqdan sonra əmək pensiyasının alınması mümkün olur. Bu baxımdan və ya kapitaldan istifadə mümkün olur. Bu baxımdan təbii ki, bizim təklif ondan ibarətdir ki, xüsusən inkişaf etmiş ölkələrdə olduğu kimi minimum pensiya tələbi ilə yanaşı orta pensiya kapitalı anlayışı olsun və orta pensiya kapitalından daha çox pensiya kapitalı yığılan vətəndaşlarımız həmin vəsaitdən istifadə edə bilsin. Millət vəkili qeyd edir ki, bu təkliflərin maliyyə qiymətləndirilməsi, fiskal yükü hesablandıqdan sonra müvafiq qərarların verilməsi mümkün ola bilər. İlhamə Kələyeva, Səbuhi Mustafayev, Xəbər Ertəsi.